Əhl-i beyti tək qoymayan sahabələr var, amma çox azlıq təşkil edir. Onlar dünyaya meyilli oldular və əhl-i beyti atıb getdilər. Sahabələrin də evladları bölünmüşdülər haqq və batilə. Necə ki sahabələr də. Bismillahirrahmanirrahim. Qul la əsəlukum aleyhi əcran illəl məvəddətə fil qurba. De ey Peyğəmbər, mən sizlərə etdiyim peyğəmbərlik üçün heç bir muzd və mükafat sizdən istəmirəm. Yalnız əhl-i beytimə məvəddə, məhəbbət və itaət istəyirəm. Qur'anın bu ayəsinə diqqət eləsək baxarıq ki, Həzrət Peyğəmbər əssalamın özünün dövrü və özündən sonraki dövrdə Həzrətə sadiq sahabələr olmuşdular. Allah onlardan razı olsun, onların məqamını âli eləsin. Həzrət Peyğəmbər əssalamdan sonra əhl-i beyti tək qoymayan sahabələr var, amma çox azlıq təşkil edir. Təəssüflər olsun ki, onlar dünyaya meyilli oldular və əhl-i beyti atıb getdilər. Mən istəyirəm ki, bu günlərim sizlərə bir məqamdan söhbət açam ki, ona diqqətli, düşünərli nəzərlə diqqət eləyəsiniz. Nədir məsələ? Baxın, Həzrət Hüseyn əleyhissalam Kərbaladadır. Bir məqam ki, artıq qoşun, ölüm, yəni qan, bütün bu şeylər göz qarşısında. Həzrət Hüseyn əleyhissalama köməklik niyyəti ilə gəlirlər. Amma nə olur? Gəlirlər Həzrət Hüseyn əleyhissalama ki, biz gəlmişik sənə köməklik eləməyə. Məsəl üçün onlardan Malik ibn Nəzir bəhanə gətirib, arvad uşaqlarım var deyib, çıxıb gedir. Həzrət Hüseyn əleyhissalamın gözəl sözü burada söyləyir. Həzrət Hüseyn əleyhissalam buyurur ki, din insanların dodaqlarında bir şirə kimidir. Lazım olanda onlar dillərini çıxardarlar, o dodaqlarında olan şirəni yalayarlar. Amma çətinlik yarananda qoyub qaçarlar dini. Yəni, çətinlikdə insanın dindarlığı bilinər. Bu Həzrət Hüseyn əleyhissalamın həmin vaxtı söyləydiyi idi. Amma Zəhhak adlı biri gəlib Hüseyn əleyhissalama deyir ki, ya Hüseyn, mən sənə köməklik eləyərəm. Amma bir şərtlə, müharibənin faydası olsa. Faydası olmasa çıxıb gedəcəyəm. İmam buyurur ki, necə istəyirsən elə. Və həmin Zəhhak Aşura günü meydana gedib bir neçə nəfəri öldürür. Gördü ki, imamın yanında 2 nəfərdən başqa heç kim qalmayıb. İmamdan icazə alıb çıxıb getdi. Düzdür, Zəhhak tofiq tapmadı, yəni şəhid olmadı. Amma vədinə əməl elədi və imamdan icazə alıb getdi. Bax, belə də bir şəxs olubdur. Bundan başqa Əmr ibn Qərəzə Ənsari Həzrət Peyğəmbər əssalamın yaxın sahabələrindən, tanınmış sahabələrindən idi. Allah Rəsulunun sayılıb seçilib Uhud döyüşdə iştirak eləyən Əmr ibn Qərəzə Ənsarinin 2 evladı var idi. Birinin adı Əmir və ikincisinin adı isə Əli idi. Aşura günü Əmir İbn Qərəzə Həzrət Hüseyn əleyhissalamın yanında idi və onu İbn Səədlə danışığa göndərmişdir. Və o da Həzrətə ləbbeyk deyib, böyük həvəslə onun itaətində olmuş və döyüşmüşdü. O ağır yaralandı və Həzrət Hüseyn əleyhissalam yaralı olduğu zaman onun yanına gəldi. İmam Hüseyn əleyhissalam ona buyurdu, ey Əmir, cənnətdə mənim önümdə olacaqsan, yəni məndən əvvəl cənnətə çatacaqsan. Allahın rəsuluna, cəddimə məndən salam söylə və Həzrətə de ki, mən də sənin ardınla gəlirəm. Amma onun ikinci qardaşı Əli isə Ömər ibn Səəd Məlunun qoşununda idi və Hüseyn əleyhissalama qarşı vuruşurdu. Bir zaman qardaşının ölümünü eşitdikdə irəli gələrək Həzrət Hüseyn əleyhissalamı təhqir elədi və Həzrətin üstünə hücum çəkdi. Bu zaman Nafi bin Hilal onun qarşısını kəsərək nizə ilə vurub onu yerə saldı və öldürdü. Baxın, diqqət olması məsələ. Sahabələrin də evladları bölünmüşdülər haqq və batilə.
Necə ki, sahabələr də bütün bunların səbəbini gərək bilək ki, səbəb nədir? Assalamu aleyk ya Əba Abdullah el-Hüseyn və rəhmətullahi və bərəkatuh.